xalq üçün balalarını vətən üçün qurban verən ailələr buradadılar. Şəhid ailələrini dəvət edirəm bu gözəl mərkəzə, bu gözəl musiqili meydana. Çünki onlar bizim tariximizi yazan oğullarımızın zəhmətini, bəhrəsini çəkən ailələrdilər. Daim də ucalarda olacaqlar, daim də başımız üstə, gözümüz üstə yerləri var. Və bugün burada bizim dəyərli bir qonaqlarımız da var, icra nümayəndəsi də buradadır. İcra hakimiyyəti nümayəndəsi də buradadır və hərbi komissarlığın nümayəndəsi də buradadır. Hər ikisini dəvət edirəm gözəl insanları musiqili meydana. Allah sizləri var eləsin. Hürmətli şəhid ailələri, hürmətli qonaqlarımız, bugün sizləri burada qarşılamaq mənim üçün bir şərəf hissidir, qürur hissidir. Və nə gözəl ki, mənim üçün xoşdur ki, mən Azərbaycan tarixini qanları ilə, canları ilə yazan oğulların valideynləri önlərində çıxış edirəm. Qarşınızda baş əyirəm, əllərinizdən öpürəm. Sizin oğlanlarınızın sücayəti, qeyrəti nəticəsində başımız aşağı olan o zamanlar bitti. O dövrlər bitti. Bir yandan sevindirdi, qürur hissi duyuruq. Bir yandan sizləri görəndə kədər hissi duyuruq. Çünki sizlər bu millət üçün, bu devlət üçün balalarınızdan keçdiniz. Və biz xalq olaraq, millət olaraq da borcumuzdur ki, daim sizi uca tutaq, daim sizi yaşadaq, daim sizin önümüzdə baş əyək. Tir titrək əllərinə alıb şəklini, ah çəkib ağlama şəhid anası. Olar dizlərin üstünə əyib belini, sellər tək çağlama şəhid atası. Baxırsan gəldiyi cığıra, izə, kuzu otardığı çəmənə düzə. Deyirəm ayata yaralı köllünü hey yüzə yüzə. Dünyanı dağlama şəhid atası. Ruhu yıldırımlarda şimşəklərdədir. Qarabağda nəsən küləklərdədir. Vallah arzusu ümidi ürəklərdədir. Dünyanı dağlamayın şəhid atası. Nə yazım? Nə deyim, qələmim donur. İlhamın dünyası odlanır, yanır. Ay sizə qurban olun, sizin qürurunuzdan yağlar sınır. Ah çəkib ağlamayın, şəhid anası, şəhid atası, şəhid bacısı, şəhid yarı. Allah şəhidlərimizə rəhmət eləsin, yerləri bir daha cənnət olsun və bir daha Allah sizə bu xalqa, bu millətə, bu devlətə çox görməsin. Xoş gəlib, səfa gətirmişsiniz bugünkü günümüzə, bu gözəl ziyafətimizə. Siz olan yer Allaha bərabər yerdir. Allah sizi var eləsin. Buyurun. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Fərib balamızı atalı, analı böyüsün. Mən hər iki babaya, hər iki nəniyə göz aydınlığı verirəm. Bu günləri Fərib balamızın kiçik toy məclisidir. Bizi yaradan Allah boya başa çatdırsın. Gün o gün olsun, onun toy məclisinə yığışaq. Bax, bura gələn bu qohum, ağrəbə, şəhid ailələri həmişə bunların yanında olaq. Xeyir işlərə gələk. Çox mübarək. Gözün aydın Dilafət qardaş. Çox mübarək. Gün o gün olsun, böyük toyuna gələk. Allah şəhidlərimizə rəhmət eləsin. Dilafət qardaş, Allah balalarını xoşbəxt eləsin. Allah Fərz balamızın canı sağ olsun, gün o gün olsun, böyük toyunu eləsin. İlk öncə Allah şəhidlərimizə rəhmət eləsin. Hamısının yeri cənnət olsun.
bu günləri Şəhid Fəridin adını daşıyan balaca Fəridimizin kiçik toy məclisidir. Mən də bu münasibətlə onun hər iki babasına, hər iki nənəsinə göz aydınlığı verirəm. Gün o gün olsun ki, onun böyük toyuna toplaşayım bura, dəvət alayım. Çox sağ olun, var olun. Şəhidlər əlbəttə ki, bizim danışan dilimiz, görən gözümüzdür. Bir daha şəhidlərə Allah rəhmət eləsin, yerləri cənnət olsun. Qardaş Dilafət, bir daha sənə və sənin kürəkənə, qızına göz aydınlığı verirəm. Allah Taala bu balaca fərdimizi dayısının torpağı sanı yaşatsın, böyük evlatlardan olsun, gün o gün olsun, Allah Taala ömür versin, onun böyük toyunda belə təmtəraqlı məclisdə iştirak eləyək. Allah Taala bütün şəhidlərimizə rəhmət eləsin, valideynlərinə səbir versin. Şəhidlər üçün nə qədər desək azdır. Biz onu bilmək lazımdır ki, nə qədər Azərbaycan xalqı var, nə qədər Azərbaycanın bayrağı dalğalanır, bir o qədər şəhidlər yaşayır. Allah dövlətimizi qorusun, bir daha Azərbaycan xalqına müharibə səsi göstərməsin. Sağ ol, çox sağ ol qardaş. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah dövlətimizi qorusun. Mən Dilafət qardaşa gözə aydınlıq verirəm. Gün o gün olsun ki, toy mənzilisini görsün. Mən görməsəm də özü görsün, nəvələri görsün. Çox sağ ol. Allah mübarək eləsin. Atalı, analı, babadan nənəli böyüsünlər. Arzu edirəm ki, həmişə bu Dilafət qardaşım, bu bugünkü məclisin səbəbkar olan qardaşın qapısını həmişə belə xeyir işlərə gedək. Böyük oğlanlardan olsun, gün o gün olsun, o da əskərlik xidmətin borcunu yetirsin. Hər bir kişi əskərlik çəkməlidir. Çünki düşmanlarımız çoxdur. Həmişə sərhədlərimizi qorumalıyıq. Allah dövlətimizi qorusun, Allah ordumuzu qorusun, bir daha bu Azərbaycan xalqına müharibə göstərməsin. Allah şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Sağ olun. Dilafət qardaşıma uzun ömür, can sağlığı arzu edirəm. Allahdan arzum budur ki, Fərd balamızın böyük toy məclisinə yığışsın. Allah ona ömür versin, onun böyük toyunu da görsün. Fərid balamızı, nəsər deyim, yarayanlardan olsun. Atasına, anasına doyunca versin Allah. Bir daha ona mən uzun ömür, can sağlığı arzu edirəm, o şey hamısına. Allah şəhidlərimizə rəhmət etsin. İlk öncə babaları, nənələri gözləri aydın olsun. Balaca Fərdimizdə Allah Taala yaxşı boya başa çatsın, yaxşı övladlardan olsun. Çox mübarək. Allah şəhidlərimizə rəhmət edin. Allah o gözəl balanın gələcəyini versin. Çox sağ olun. Əvvəla bütün məclis iştirakçılarını salamlayıram və Allah Taala'dan bütün şəhidlərimizə rəhmət, onların yaxınlarına, valideynlərinə, doğmalarına səbr versin. Bugünkü tədbirinə yığışdığımız balaca Fəridimiz də nəinki adı cəhətdən, hətta dayısının qəhrəmanlığı cəhətdən onu oxşasın. Allah Taala onun babasının öz evladından görmədiyi, arzu etdiyi, lakin görmədiyi qismət Allahın Taala'ya qismətidir. Görmədiyi niyyətləri, arzuları, istəkləri hamısını onun nənə, baba, valideynlərinin görməsini arzu edirəm. Yəqin ki, hər bir valideyn istəyərdi ki, öz evladın xoş günlərini görsün, arzularını işitsin və uğurlarına şahid olsun. İnşallah onun nənə, babaları hansı ki o öz evladından görmədiyi və bugün adını qoyduğu balaca Fəriddən görsün. Və onun kimi mərd, qoçaq, qorxmaq olsun. Allah Taala onun dayısına da rəhmət eləsin. Yəqin ki, onun ruhu şaddır ki, bugün onun adına daşıyan balaca Fəridimizin bu xeyir məclisinə demək olar ki, Ağcabədinin bütün hamısı buradadır, mən dərdim. Bir daha mübarək olsun. İnşallah böyük toyunu görmək bizə qismət eləsin. Amin inşallah. Bir daha xoş gəlmişsiniz. Hamınızın qarşınızda baş əyirəm. Şəhid ataları, şəhid anaları, komsarımız, icradan gələnlərimiz, çox xoş gəlmişsiniz. Allah sizdən razı olsun.
Allah Taala bu balaca fərdi böyüsün, böyük oğlan eyləsin. Allah Taala bir də bizə pis gün göstərməsin. Bir daha xoş gəlmisiniz. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Çox sağ olun. Yok, buyur. Hilafet kardeş, Allah Teala bütün şehitlerimize rahmet eylesin. Xudavənd aləm nəvəni böyük oğlan eləsin. O şəhidlərimizin adına layiq oğlan olsunlar. Sağ olun. Çok sağ olun. İlk önce bütün bugün Fəridin adına, bu Fəridlərin hər ikisinin adına yığışan bu bütün məclis əhlini salamlayırıq. İlk önce şəhid ataların, şəhid anaların salamlayırıq. Onların qarşısında baş əyirik. Mən bir məsələni qeyd eləmək istəyirəm ki, burada əyləşən mən cavanları görürəm. Yəni Azərbaycan xalqının bir nümayəndələrini görürəm. Bizə Allah bir neçə illər, yəni uzun illər 200 ilə yaxındır ki, Azərbaycan xalqına bu mənfur qonşumuzun ağla gəlməz xəyanətlərinin qurbanına çevrildi Azərbaycan xalqı. Amma nə xoş bu günə ki, bizim yaşından başından asılı olmayaraq Azərbaycanımızın 30 minə yaxın şəhidinin biri də Fərid qardaşımızdır. Onun 14 yaşı tamam olanda şəhadətə yüksəlməsidir. Fərid Azərbaycan xalqının, Azərbaycan məktəblisinin bir simvolu idi, amma adı dillər əzbər oldu. Yəni Ağcabədimizdə Azərbaycan tarixinə yazıldı ki, bizim Ağcabədi rayonumuzun təxminən 26 nəfərə qədər mülki şəhidi var. Onun sonuncusu Fərid qardaşımızdır. Azərbaycan xalqı tarixən zülümlərə sinə gərifdi, amma bugünkü qələbə ilə başa vurulan Azərbaycanın bugünkü müqəddəratının, suverenliyinin bütün sərhədləri boyunda təmin olunması, bax bu cavanları bura toplaşmaqda, hamısı sabahda nəsə Allah göstərməsin, nəsə bir şey olsa, biz hamımız silaha sarılıb, öz torpaqlarımızı, vətənimizi qorumağa hamımız qadirik. Mən bir məsələni qeyd eləmək istəyirəm, diqqətinizə çatdırmaq istəyirəm. Burada bizim sıralarımızda duran bu şəhid atalarımızın, analarımızın, düzdür, onları bizə bir-birimizə bağlayan məsələlər kədərli olsa da, amma qürurludur. Biz onların yanında durmaqdan qürur duyuruq. Biz onların bugünkü gündə bizim yanımızda olmasından qürur duyuruq. Amma nə xoş bu günə ki, mən bayaqdan danışırlar, fikir verirəm, atalarımız həmin şəhidlərimizin adların öz nəvələrinə, nəticələrinə deyək, öz ailə üzvlərinə, hamısında adları yaşadırlar. Mən ad çəkmək istəmirəm, başda Fərid balamız olmaq şərti ilə bütün o adların yaşatdıqları körpələrimizə gələcəkdə dayılarına, əmilərinə oxşamağı, yəni onun həyatın davam etdirməyi, onların arzularını davam etdirməyi arzulayıram. Mən buradakı atalara da onların o adları yaşayan Dilafət qardaşımız da o sıradadır. O öz nəvəsinə adını qoyubdu. Və Kapitan Aliyev dediyi kimi biz də Allahdan arzu eləyərik ki, o arzulara qoşuluruq ki, Dilafət qardaşımızın bütün arzuları anamızın, nənələrin, bu ocağın, bu hər iki ailənin, həm Dilafət əminin, həm onun qudasının, ailənin bütün arzuları bu Fəridin həyatında öz əksini tapsın. Allah'tan bir daha şəhidlərimizə rəhmət diləyirik. Bütün əskərdən tutmuş Ali Baş Komandanımıza Allah'tan can sağlığı diləyirik. Allah qazilərimizi qorusun. Mən də öz növbəmdə təmsil elədiyimiz Ağcabədi rayon icra hakimiyyətinin kollektivi, şəxsən cənab başçı Rafil müəllim başda olmaq şərti ilə bütün kollektivin, rayon ictimaiyyətinin və hüquq mühafizə orqanlarının rəhbərlərinin təbriklərini, salamlarını çatdırıram. Ailəyə göz aydınlığı veririk. Allah mübarək eləsin. Allah bir daha bu xalqımıza, bu Poladlı xalqın sakinlərimizə, cəmaatımıza, elimizə, obamıza şəhid atamız dediyi kimi, Asifəmi dediyi kimi müharibə sədası qismət eləməsin.
Allah mübarək eləsin, Allah gələcəyin xoşbəxt eləsin. Çox sağ olun diqqətinizə görə. Təbrik edirəm, böyük kişilərdən olsun, Allah göz doyuncan versin. Mən bugün həm əmim Cabir tərəfdən, həm Dilafət əmim tərəfdən iştirak edirəm. Əvvəlcə təbrik edirəm əmim, gün o gün olsun, böyük toyun görəsiniz. Cabir əmim, Dilafət əmim, hər ikisi, Nailə bibi, Gülandan bibi, gözləriniz aydın olsun. Əmi oğlu Ralı təbrik edirəm və mənim bacım, Elza bacı, səni təbrik edirəm, gözlərin aydın olsun bacım. Gün o gün olsun, böyük toyun görəsən. Həyatda öz doğma bacımın balasına nə arzu edirəmsə, ondan da sənin balanı arzu edirəm. Təbrik edirəm, böyük kişilərdən olsun, Allah göz doyuncan versin, elimizə, obamıza, əsasda adına layiq bir evlad olsun. Çox mübarək, təbrik edirəm. Gün o gün olsun, böyük toyuna gələk. Hər birinizdə xoş gəlmişsiniz, hər birinizin qarşısında baş əyirəm. Çox mübarək. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bütün şəhid ailələrinin qarşısında baş əyirəm. Bütün tədbir iştirakçıların salamlayıram. Və mən də bütün təbriklərə qoşuluram, təbrik edirəm. Devlətimiz, hökumətimiz şəhid ailələrinə daimi baxımlı vəziyyətdədir. Ümumiyyətlə, şəhid ailələri daimi xalqımızın, devlətimizin nəzərindədir. Allah Teala xalqımıza bu gündən sonra müharibə qismət eləməsin, cəmaatımız şad gün yaşasın, belə günlər cəmaatımıza, xalqımıza qismət olsun. Və şəhid ailələrin mən yenə də belə gözəl günlər münasibətilə mən arzu edirəm ki, belə balalarımız, nəvələrimiz kiçik toylarında, böyük toylarında iştirak edir. Çox sağ olun, minnətdarlıq edirəm. Dilafət, səni təbrik edirəm qardaş, biz əmoğluyuq, cəmaatıq, şükür Allahın bu gününə. İnşallah hər şey öz yerini tapacaq, yaxşı olacaq. Üzr istəyirəm, mən bu günlərim həyəcandan da, həm də bizim bu günlərim bu şəhid ataları ilə bir yerdə durmaq bəzi məsələləri yaddan çıxartmır, amma bizi bu günlərim müşahiət edən Ağcabədimizin dəyərli sənətkarı Əhəd qardaşımız öz dəstəsi ilə buradadır. Biz ona da öz təşəkkürümüzü bildiririk, minnətdarlığımızı bildiririk. O gözəl səsi ilə, gözəl avazı ilə, o gözəl sənətkarlıq nümunəsi göstərdi bura. Mən amma bütün kənd cəmaatı adından Əhəd qardaşımıza, bizim elimizin adından minnətdarlığımı bildirirəm. Amma kameraman qardaşlarımızdan da xahiş edirəm ki, onun o gözəl səsini heç vaxtı diqqətdən qaçırmasınlar. Onlar tarixdə qalmalıdır, onları həmişə diqqətdə saxlasınlar, lentə alsınlar. Allah canınızı sağ eləsin. Əhəd müəllim, minnətdarıq bir daha. Təşəkkür edirəm. Allah bir daha şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Gəldiyiniz üçün hər zaman minnətdarlığımızı bildiririk. Çox sağ olun. Diqqətiniz üçün, dəyəriniz üçün. Hər zaman əzizsiz. Buyurun. Bir daha Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə Allah şəfa versin deyirəm. Bax, belə valideynlərin zəhməti, əməyi nəticəsində Azərbaycan bayrağı yüksəklərə ucaldı.